O başında sarısı var. İzolent deyib. Yəqin ki işləmir. Eyb yoxdur. Daha gətir çıxarda. Onda bu bilsin mənə. Hər vaxtınız xeyir olsun. Bugün vlogumu başlatdırıram. Elə bir soyuq var ki, elə bir qışda heç belə soyuq olmamışdı. Naşniklərdə qulağıma taxmışam. Həm istilik kimi, həm də birazdan avtobusda oturan kimi muzika qulaq asıram. Yəni yediyim sirni özümə ayırdım vaxt. O avtobusda çox basa-basa olmasa, otura bilsəm, muzika qulaq asa bilirəm. Nəysə, biz уже çıxmışıq. Sağalanın 3-cü yolundan gedirik. Çünki Allah şükür itlər o qədər çoxdur ki, həmişə getdiyimiz yolun da gedə bilmirik. Bir it balalayıb, 4 dənə də balası var. Bir itin biri sarıdır, biri də qaradır. Balaların da ikisi qaradır, ikisi də sarıdır. Hər ikisindən götürüb. Nəysə, it, böyük qızım gələndə iti yolda görüb. Elə bir iti yanından keçmir ki, birdən it hürər ya üstünə cumar. Keçib şeydən, biraz kənar tərəfdən. Baxın, görün nə qəşəng. Şeylər var, ördəklər. Burada da bilmirəm, görsənir yoxsa yox. İt var, amma it hürmür burada. Axşam da biz buradan keçdik, nəsə sakit itdir. Deyəsən, özü yaşlıdır. Nəysə. Deməli, bu it bunu yaxşıca öbür yolunu dəyişib deyə. Sən demə, it də öz balalarını ay balam, palçığın ortasından getməyir. Nəysə, bu kolluğa qoyub. O tərəfə keçəndə elə bu kol tərəfə keçibmiş. Buna xəbər yoxdur ki, itin balaları oradadır. İt bir dənə hücum elədi. Ailəyə, daha doğrusu mən orada olmamışam. Ailə hücum edib, ailənin şalvarının ayaq hissəsini cırıb. Yəni əməl baxışı cırıqdır. Vaxtım olsa onu sizə göstərərəm. Burası evə o qədər gec gəlirəm ki, yəni evə ancaq yatmağa gəlirəm. Yeməyə falan hər şeydə yəni mamam özü pişirir, özü də hazırlayır. Nəysə, indi də gedirik qazelə. Qazeldən sonra da M8-ə minəcəyik. İnşallah ki, yəni oturmağa boş yer olacaq. Rahat da gedək. Burada da baxın, belə bir balaca göl. Ama kirlidir ha. Kirlidir yəni. Lan balık olar burada. Bilmirəm ki. Balık tutardım. Lan bir şey değil Muhtar. Gelin evi orada da burada. Bilmirəm, bildiyimə görə orada yolun o biz tərəfindədir. Bir şey değil o. Şeyin başında. Oha! Gazınlar da ne işi var? Qoyun sizə bir dənə oranı göstərim. Ay leylek. Ya düşdü. Leylek deyil, şeydir. Məncə çox iyi. Qaz deyil, ördəkdir. Var, qənətləri uzun olanda çıxırlar, hasarın başına çıxır. Nətəri, otur. Hə. Çok geçendi. Fidan avlaman çalışır. Bir də geçsə bir dənə onu göz çəkim. Baxın, ailənin dediyi oydu. Pişik də. Orada yox, ördəkdir. Ördək deyilməsə deyirəm. Ördəkdir. Baxın, bundan artıq da yaxınlaşdırmaq olmur. Baxın, ördəkdir. Bunlar deməli bu hissədə, baxın sizə göstərim. Bu hissədə pişiklə rastlaşdı, pişik düşdü, yolu dəyişdi. Sonra birləri pişik baxın gedir. Tamam, dəyərli daş tapdım. Amid axtarışdadır. Nə tapdın? Əlini ancaq sən batır. Səhər tezlənən də yağış falan yağıb. Çox yağıb yağış. Saat hardasa 9-a qədər yağış yağdı. Deməli, səhər-səhərdə Nurayı mən aparmamışam, dayısı aparıb məktəbə. Səhər bir yağış başladı, bir yağış. 6 idi mən durub uşağı qaldıranda yağış yağmadı. Sonra 15-20 dəqiqə keçəndən sonra gördüm ki, yağış yağdı. Sizə yağış deyirəm, şar-şar necə tökürdü. Nəysə, şükür ki, dayısı aparıb. Bugün də yenə 3-cü gündür və mənim ev günümdür deyə. Elə rahat evdən çıxıram. Ayda, qazelin biri də keçdi. Nəysə. Bu arada deyəsən, nəysə sözünü çox istifadə edirəm. Amma kamera mənə, mən kameraya alışana kimi yəqin ki, bu sözləri hələ çox eşləsiz. Gedim, Nura məktəbdən çıxıb.
kursa gedəsiyəm. Kursdan da çıxanda uşaq bacım girər. Çünki çox geç çıxıram kursdan. Geç çıxıram deyəndə daha gec deyil. 9-un yarısı sadəcə o Savalana gələ bilməzdim. Dünənləri Savalanda düşmüşük. Oğlum məktəbdən çıxıb 7-də. 9-un yarısı belə falan belə olardı, gəlib çatdıq 9-a qalmış. Düşüb oradan 15-20 dəqiqə peşkom gəlirdi. Ama yolumuzu birinci azmadıq. Hər küçədən çıxanda yəni evə gediş var da. Bir topa it. Yəni qorxduq, burada düz keçmişdik. Küçəni geri qalxdıq. Sonra qardaşıma zəng elədim ki, mən başqa küçə ilə gəlirəm, çıx qalamı. Baxın, bir tərəf qorxa-qorxa da olsa evə gəlib çatdıq. Ev ucu çatanda saat 10'a işləmişdi, 5 dəqiqə biz ucu evdəydik. O qədər yorulmuşdum, o qədər. Oturdum kreslonun üstündə, heç durmadım yəni kresloda, o dərəcədə. Bunlar da gedirik uşaqlarla. Gəlirik daha doğrusu, ucu çatırıq Votavad bacım gələ. Bir nəfərin necə ürəkdən sevinir bir nəfər, bir bilsəniz. Bir nəfər ürək istədiyi pazalara bu il 11-in buraxılışıdır deyə Beçer deyil. Əslində Bineşka çəkilişi üçün qara paltar lazımdır, yəni qara geyməli idilər. Kombin ancaq qara olmalıydı. İndi evə çatım evə. Sizə elə əynindəcə göstərəcəm necə durur. Hər şey alındı. Ayaqqabı, şalvar və kofta. Saat 5'in yaşlı 5'e ucu qalır. Nurayı qoyub bir yəqin yarım saat falan dincəlim. Ucu kursa gedəcəm. Mən bütün günüm qaçaqaç. Bir gün video çəkəcəm. Yəni mən bütün günü nə iş görəndə siz görürsünüz, şoka düşəsiyəm, mən normal vaxtım yoxdur. Maşallah Kamizə çıxır çölə. Beçer paltar ayrı. Yerini göstereceğim, Beçer paltarı göstereyim. Mama gel. Çıxırsa həyatımın kombizonuna baxın, kombizonuna. Geyini və geyini ucu gedir gəzməyə. Aha, o da gedir. Gedir gəzməyə. O ürəyi. Gezmeyi. Bəs mən sizə ailən kombinin zadı göstərəcəm. 2 dəqiqəlıq. Neyini? Kombinini. Göstərək nətər olur, sonra çıxanda çölə. Sizlə gəlmək. Mən istəyirəm sən də baxasan, bacı. Deməli, ucu evə girdim. Bacım uşağı götürdü, mamamla çıxdılar. Nuraydınlarla bərabər çıxdı. Ailəni biz evdəyik. Hardasa bir 15-20 dəqiqə evdən çıxacağım. Ona görə dedim sizə təcə göstərim. Aldıqlarımız bizsiz hara gedir? Biz Lady Şarına gidiyoruz. Orada çəkmədim mağazada. Çünki tələm-tələsik yəni baxdım, dedim geyinsin falan. Vinetkaya kombin qara olmalıdı. Ona görə qara rəngdə yəni olmalıydı. Bu birinci sizə göstərim. Bu koftanı göstərim. Bu siz modeli indi koftalar falan çıxıb belə korsetli falan. Baxın həmin o korseti, tipi o korseti xatırladı. Bu Zara'nın koftasıdır, amma Lady Şarın. İndi bilmirəm orijinaldır yoxsa yox, yalan deyərəm. Amma yəni üstünə Zara etiketi falan Zara'nındır. Və qolları da ki, baxın beləlidir. Yəni belə qolları. Əynində çox qəşəngdir. Sadəcə ailəyə tecə geyindirdim. Bacımla mamam baxdı. Və arxadan da beləli zamoku tam axıra kimi açılır və belə bağlamaq. Yəni arxa hissəsinə o bağlanacaq. Geyinəndə çox qəşəng, yəni bədənə çox qəşəng oturur. Bilməm görsənir yoxsa məncə görsənir. Ya da işıq düşür. Belə qoydum. Etiketini içəri salım. Bunun qiymətini belə göstərim. Bunun qiyməti 60 manat idi, 30'a düşüb. Endirimli qiymətdən aldım. 60'dan 30'a. Bu belə şalvarda bir dənə sizə təcə göstərim. Şalvarı da ki, şalvar trapez stilli, mənim qızım sevir. Qara klasik şalvarda, amma materialı belə tipa streç fasondur. Baxın ayaqları da yəni belə
trapez kimi gələn klassik şalvarlardan da adi şalvar. Bunun da qiyməti demək bu isə 70-dən 30-a düşmüşdü. Amma məncə qəşəng gəlir. Bu da belə. Əsas məsələ sizə indi mən ayaqqabını da göstərəcəm. Ayaqqabı ən bahalısıdır, ən şıkı məncə elə ayaqqabının özüdür. Yəni paltarın özü də şık idi, amma ayaqqabı daha. Ayaqqabı da budur. Baxın, arxası belə açıq. Ayla arxası belə bağlı olanlar geyinəndə həmişə ayağından çıxır. Bir dəfə toya getmişdik. Ayağından yenə ayaqqabı çıxacaq. Axırda kapronda çıxartdı, yenə ayağından çıxırdı. Qız dedi ki, bu firmanındır və bunda 90 manata. Yəni indirim qiyməti 90 manata. Elə 90 manata ilə aldıq. Mənim qiymətini içəydi, baxın. Baxın, qiymətlər burada var. 169, 170-dən 90 manata düşür. Ayaqqabı çox qəşəng ayaqqabıdır. Geyindir, ayağında təmizə dəhridir. Başqa cürələr də var idi. Üstü parçalı falan. Onlar da yenə 80 manat idi. 10 manat arasında fərqi var idi. Məncə, həm də ki, bunun bilirsiniz nə, bir də bu böyrərindən daha rahat, yəni qısaldıb böyütmək olar. Ayağı əgər işdə böyüksə, o da inanmıram. Amma içərisini basanda belə barmağını çox qəşəng, belə yumuşaq, belə palçıqası da çox qəşəngdir. Yəni rahat ayaqqabıya oxşur. Həm də ki, dərilər biraz, yəni getdikcə ayaq forması aldıqca yəni yumuşalır. Ona görə məncə daha belə qəşəng, belə şık ayaqqabıdır. Qəşəngdir. Neysə. Boşum, Aylanın indi qaldı bir dənə veçer məsələsi. Görə veçer neyəcək? Xalası paltar xalasından baxacaq, seçəcək, veçer olsa, olmasa da ucu məcburuq almağa. Şimdi bir stəkanda çay içək, Ayla ilə bərabər çıxacaq. Ayla mamam gilə gedəcək. Bu gecə mən burada qalacağım, bacım burada. Böyle dedim, çıxmamış bircə stəkan çay için. Aslında kofi içərik. Mən bilmirəm. Ayla, skri kimdə? Ya filma. Bacım bugün evler falan yığışdırıb stolun üstündədir. Yox, stolun üstündədir. Nəysə, elə bir şeydir. Bu arada banka getməli və bank işimi axır ki həll elədim. Yəni təsəvvür edin ki, ayın ikisindən kartı zakaz eləmişəm. Axır ki bugün gəlib kartımı götürdüm. Dünənləri yox, sırağa gün. Dünən işdən çox geç çıxmışdım. Dünən yox, sırağa gün getdim. Deməli saat 5-6 işləmişdi. Banklar bağlıydı. O da mən bilmirəm ki, bank saat 5-ə qədər işləyir. Nəsə bankdan götürdüm. Amma əlavə kartda götürməliyəm. Çünki uşaqların hərisini bir dənə bank kartı verirəm. Onlar da sabah sonuncu gündür kartlar blok olunacaq. Soruşdum işləyən götürə bilərəm. Dedi, götürə bilərsən. Belə. Efendim qızma istədim. Ayrıca kart zakaz edim adına. Dedi ki, ata, ana razılıq olmalıdır. Nəsə. Ona görə qaldı. Çünki 17 yaşı var. 18 olsaydı rahat götürə bilərdik. Dedim, ruşu belə alın, belə verərəm. Hər vaxtınız xeyir olsun. Yeni bir gündən sizə salamlayıram. Baxıram ki, bayaq videonu montaj edirəm. Görürüm ki, mən videonun sonunu gətirməmişəm. Yəni, çəkməmişəm videonun sonunu. Ona görə də düşündüm ki, videonun sonunu çəkim və videonu montaj edirəm. Bugün 6-cı gündə, elə bugün də yəni video inşallah yayına çıxacaq. Elə burada sizinlə sağollaşıram. Bura qədər izlədinizsə, komentar yazmağı və like qoymağı, bir də əgər abunə deyilsinizsə, abunə olması sizdən xahiş edirəm. Ümid edirəm ki, sevərək izlədiyiniz, yəni videolardan da biri olar. Sağ olun, sağlıqla qalın. İnşallah yeni bir gündə və yeni bir videoda görüşmək üzrə. Hələlik.